Salam, hər biriniz kanalıma xoş gəlmisiniz. Necəsiz? Ümidvaram hər biriniz yaxşısınız. Bugün Temudan 2 ədəd karqum gəlib, onları açıram. İkisi də eyni gündə gəlib. Biz də getdik, götürdük. İlk öncə kiçik karqunu açıram. Sizlər necə? Temudan sifarişlər verirsinizmi? Razısınız? Yəni aldıqlarınızdan. Mən 2-3 ədəd əşya çıxmaqla aldığım hər bir şeydən razıyam. İlk öncə bağlamanın içindən bir ədəd belə ütü qoruyucusu çıxır. Bunu 3 manat neçəsə qəpiyə endirimlə almışdım. Bu həm paltarları yapışmağa icazə vermir, həm də ki ütünün tefal yerini qoruyur. Materialı yaxşıdır. İlk öncə düşündüm ki ya ütmək kiçik ya da böyük olar. İndi isə ütünü gətirib üstündə yoxladım və tamına ütünün ölçüsündədir və mən düşünürəm ki bu bütün ütülərə gedər. Çünki ölçü ilə deyildi bu. Belə satılırdı. Mən də bunu aldım. Yəni düşünürəm ki bütün ütülərə gedər. Əlverişli bir şeydir. Yəni almağa dəyər. Və daha sonra özümə bir ədəd qaş sabitləyici sifariş vermişdim. Bu firmadan ilk dəfədir, yəni bu markadan ilk dəfədir nəsə alıram. Açdım, teksturası xoşuma gəldi. İnşallah ki istifadə etdikdən sonra xoşuma gələr. Amma teksturasını bəyəndim, yaxşıdır. Qiyməti isə 2 manat 80 qəpik idi və belə bir stiker sifariş vermişdim. Bu bağladığım bankaların üzərinə yapışdırmağa qələmlə yazıla bilən. Onun isə qiyməti 2 manat 32 qəpik və içində 150 ədəd stiker var idi. Və daha sonra özümə belə bir oval çanta sifariş verdim. Düşünmürdüm ki bu qədər xoşuma gələr. Həqiqətən də çox bəyəndim. Həm görünüşünü, həm də ki materialı da çox gözəldir. Həm əlinə tutulacaq, həm də ki zənciri var idi. Yəni çiynindən asmağa. Bunun da qiyməti 15 manat 61 qəpiyə idi. Və birinci karqumun içindəkilər bu qədər. İndi isə keçirəm ikinci karquma. İkinci karqum ümumi qiyməti içindəkilər 50 manatdan çox edir. Amma mən 17 manat ödədim. Hətta 17 manatdan 10 manatını da sonradan Temu kredit yeri var. Oradan hər gün eyni vaxta girib, onun da vaxtı var da, ha vaxtda kupon veriləndə onu da etmək olur. Mən bildiyim qədərilə. Və 10 manatını da geri qaytardım. Belə bir tualet fırçası, çox funksiyalı bir fırça sifariş vermişdim. Bunun qiyməti 7 manat idi və belə bir blender sifariş vermişdim. Məndə blender var, 2 cürə blender var idi. Birinin başlığı yeyilib deyə, onu da gərək sədrəyə gedim alam. Əl blenderi isə yeni almışam və belə bir blender istədim. Bu çox böyükdür, 5 litrlikdir. Çox gözəl qablaşdırıblar. Yəni çox bəyəndim qablaşdırmalarını. Çox səliqəli şəkildə və çox gözəl qablaşdırmışdılar. Bunun içində hətta ət belə doğramaq olur. Yəni mən hələ ki istifadə etməmişəm. İnşallah videolarımda istifadə etdiyim zamanlarda görərsiniz. Özüm də məlumat verəcəm. Qabım metaldır, nazik metaldan hazırlanıb. Və içində 1-2 ədəd nasatqaları var idi. O biri yaddan çıxıb videoda göstərməmişəm. Biri çırpıcı idi. Bu ikisini heç bilmədim nə idi. İçində kitabı var. Kitabından istifadə etdiyim zaman baxaram. Bıçaqları çox yaxşı idi. Evdə baxıb dedilər ki, yaxşıdır. Yəni çox bəyəndim. İnşallah istifadə etdiyim zamanlarda, videolarda göstərəcəm. Həm də necə işləyib, işləmədiyini sizlərlə bölüşəcəm. Bu rezin də altına qoyulur ki, sürüşməsin. Rəngi də 2 cür rəngdə idi. Biri göy rəngdə, biri də bu firuzəyi rəngdir. Bu qədər. Aldıqlarım bu qədər idi.
Videomu bəyəndinizsə, yaxınlarınızla bölüşməyi, kanalıma abunə olub videomu bəyənib, şərh bölməsində şərhlərinizi yazmağı unutmayın. Videomu sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Hələlik.